Allah Subhanahu ve Teala bu ümməti belə bir sifətlə sifətləndirir. Ümmətən vasata, orta bir ümmət. Nə ifrat, nə təfrit. İnsanlar həmən o vasati, yəni orta yolu ya şiddətləndirərək həddi aşırlar, ya da qüsurlu rəftar edərək təfrit edirlər. İmam Avzai rahimehullah, Şam əhlinin imamı deyir ki, "Mə min əmrin əmərəllah bihi illə aradahu şeytan bi xisləteyni." Allah nə qədər əmr etmişdirsə və həmən o əmrin üzərində mütləq ki, şeytanın iki xislətdən birisi ilə etirazı olur. Yəni o iki şeydən biri ilə həmən o əmrə qarşı çıxır. La yubəli eyyuhuma əsabə, və şeytan üçün fərqi yoxdur. İkisindən hansında isabət etdi, ikisindən hansında qazandı. Şeytan üçün fərqi yoxdur. Ya o, ya bu, ikisindən birisi. Bir, əl-ğuluv, iki, və təksir. Birinci,ğuluv.Ğuluv nədir? Hədd aşmaq.Ğuluv, həm də ərəb dilində qali, nəsə bir şey, bahalı bir şey deyirlər, qali, baha. Yəni yağuluv, hədd aşmaq, həmən o əmrdə, və yaxud da təksir, qüsurlu etmək, aldatmaq. İkisindən birini etməyə cəhd edir şeytan və fərqi yoxdur. Ya onu edir, ya bunu edir. Yəni belə Lorelində misal versək, şeytan bir insanı misal üçün istəyir ki, bunu İslam iman barəsində aşırı bir fikrə salsın. Xarici etsin insanı. Alınmayanda deyək o murz edir misal üçün. Amma fərqi yoxdur. Ya onu edir, ya bunu edir. İkisindən birisini edir.